Sənətlə bağlıdır. Rəssamlığın çox maraqlı bir növüdür vitraj. Yəni səhv eləmirəmsə şüşə üzərində rəsm. Bax, necə oldu diqqətimi məhz rəssamlığın bu növü çəkdi. Öncəliklə onu deyim ki, uşaqlıqdan marağım oldu rəssamlığa, ancaq vitraja marağım təxminən 2016-cı ildən başlayıbdı. İlk dəfə belə bir əl işini görmüşdüm, bəyənmişdim və sonradan getdikcə o əl işi barədə maraqlandım. Hansı sənətə aiddir, vitraj sənətinə aid olduğunu öyrəndim. Çox bəyəndim və yavaş-yavaş başladım bu sənətin incəliklərini öyrənməyə. Özüm öyrənmişəm, müəllimim olmayıb. Belə. Ən çox nə diqqətini çəkdi? Yəni ki, bu sənət növündə səni cəlb edən nə oldu? Rənglər mi oldu, yoxsa şəffaflıq mı oldu? Nə oldu? Həm rənglərin daha əlvan olması, mən ümumiyyətlə rəngarəngliyi sevirəm. Həm də dediyiniz kimi o qabların üzərində şəffaf boyalar. Şüşədə belə bir şey var ki, kətan üzərində çəkdikdə təbii ki, kətanın bir üzündə görsənir o. Ancaq şüşə üzərində rəsmlərdə istər deyək ki, pəncərə şüşələrində olsun, istər qablarda olsun, bir tərəfindən çəkdikdə qabın o birisi tərəfindən də həmin naxış görsənir və həm də qabın şəffaflığı da görsənir. Bəzi boyalar var ki, işıq ötürür. Bu məni daha çox özünə cəlb elədi. Hər kəs özünün ifadə vasitəsi var da. Yəni kimi bunu şeir yazmaqla, kimi rəsm çizməklə, kimisi yazıçı olmaqla, şair olmaqla, yəni ki, bu daxili tələbatını həyata keçirir, yəni reallaşdırır. Yəni sənin üçün bu özünü bir ifadə formasıdır. Yəni ki, vitraj sənəti ilə məşğul olmaq. Yəni tamlıqla özünü ifadə edə bilirmi Gülçin? Yəni burada. Bəli, belə deyim ki, mən hər zaman öz düşüncələrimi, öz zövqümü, belə deyim, istər rənglər vasitəsilə, istər istifadə etdiyim naxışlar vasitəsilə bildirirəm, belə deyim, onu sevənlərə çatdırıram və daha çox çalışıram hər zaman özüm bəyəndiyim, öz ruhuma yaxın olan işləri üzə çıxardım və bu da insanlar tərəfindən daha çox bəyənilir. Belə deyim, günün tələbindən daha çox sırf nə istəyirəm, necə düşünürəm, rənglərin hansı bir-birinə daha uyğun gələr, daha gözəl onu ortaya çıxara bilərəmsə, bu cür işlərə üstünlük verirəm. Bəzən olurmu, reallaşdırmaq istəyirsən, amma alınmır, nəsə çatmır? Olur. O daha çox mənim iç dünyamla bağlı olur. Belə deyim, o ümumiyyətlə siz biraz öncə dediyiniz kimi də şair deyək ki, öz həyatında hansısa bir problemlər yaşayırsa, təbii ki, onu şeirində də əks etdirir və bir dövr yazmaya da bilir. Bu da eyni cəhətdən incəsənətin bütün növlərinə aiddir. Təbii ki, rəssamlıqda da belədir. Və mən öz həyatımda hər hansı bir çətinlik yaşayıramsa, elə olur ki, bir müddət işə yeni ideyalarım düzdür olur. Ancaq onu artıq həyata keçirməkdə çətinlik çəkirəm və bir neçə dəfə işləyirəm, üzərində alınmayan işlərim olur. Bir neçə ay ara verdiyim olur. Gülçin, bayaq mən şairlərdən, bəzən olur ki, insan özünü ifadə edə bilməyəndə, tutalım, çalışır ki, o yaratdığı əsəri, məsələn, məhv eləsin. Belə deyim də, ton şair xoşlaması kağızı cırırtılıyor. Məsələn, maraqlıdır, rəssam necə, istədiyin ifadə edə bilməyəndə o rəsm əsərinin aqibəti necə olur? Məsələn, vurub sındırırmı, yoxsa necə? Yox, düzü sındırmaq indiyə qədər olmayıbdır. Ancaq olub ki, alınmayıb işim. Həmin dövr, belə deyim, o içimdə yaşadığım, belə deyim, o hər bir insan təbii ki, şəxsi həyatında da ola bilər bu. İş başqa, şəxsi başqa, ancaq işimizin də istəyirik ki, çalışırıq ki, aksatmayaq, o işimizə davam edək, ancaq hərdən bu alınmır. Çünki incəsənət elə bir sahədir ki, incəsənətdə biz duyğularla təbii ki, hərəkət edirik, duyğularımızla işləyirik, bunu işimizə çatdırırıq. Bizim işimizə baxarkən də bu rənglərindən, naxışlarından təbii ki, hiss olunur ki, rəssam buna hansı duyğularla işləyibdir, hansı hisslərlə işləyibdir. Olubdur, bəli. Bəyənmədiyim necə olur? Bəyənmədiyim olub, hətta sonuna qədər gəlib çatdığım, ancaq yarımçıq qoymuşam. Sadəcə işi bir neçə gün ara vermişəm, tam o ruh halına gələnə qədər. Ondan sonra hər bir şeyi tamamən silib sıfırdan başlamışam, tam ürəyim istədiyi o dizaynı alana qədər. Fərq qoyursanmı ümumiyyətlə, belə deyim də, əsərlərlə? Yəni, bu daha qəşəngdir, bu daha keyfiyyətlidir, bu daha, belə deyim... Adətən belə bir şey var, deyirlər ki,
hər bir rəssamın əsərləri onun övladları kimidir. Hər birisi onun üçün doğmadır. Heç birisini bir-birindən fərqləndirə bilmir. Hər birisi doğma ola bilər. Ancaq təbii ki, fərq qoyduğum, daha gözəl alınan işlərim var və belə deyim, mən məsələn 6 ildir ki, hardasa bu işlə məşğul oluram. Təbii ki, bu illər ərzində təcrübə öz sözünü deyir. Daha rənglərdə professional yanaşırsan, naxışlarda, əl səliqəsində. Ona görə belə deyim, bir neçə il öncə işlədiyim işlərlə indiki işlərim arasında təbii ki, fərq qoyuram və mənim üçün doğma olan işlər var. Bunlarla. Rənglər necə? Ümumiyyətlə, sənin üçün rənglər hansı anlamı daşıyır və ən çox təbii ki, bütün rəssamların sevdiyi xüsusi rənglər olur. Bəli, hər rəssamın, ümumiyyətlə hər bir insanın sevdiyi rəng var. O rəngdə mən deyərdim ki, o insanın daxili dünyasını göstərir. Mənim ən sevdiyim rəng qırmızı rəngdir. Çünki qırmızı rəng, belə deyim, çılğınlığı daha çox göstərir. Ümumiyyətlə, çılğın insanların rəngidir, belə deyim. Mən özümü də bu rənglə daha çox ifadə edirəm. Bu rəngi çox sevirəm. Əlavə sevdiyim rənglər var təbii ki. Göy, yaşıl rənglər, bu rəngləri belə deyim, işlərimdə çox istifadə etdiyim rənglərdir. Mənim işlədiyim dövrdə o keçirdiyim hisslər rənglərlə təbii ki ortaya çıxır, öz sözünü belə deyim, o rəngləri ilə bildirir. Bax, bu dəqiqə belə deyim, Gülçünün içi hansı rəngdədir? Yəni tez-tezmi dəyişir o rənglər daxili dünyasında? Ümumiyyətlə, mən xərçəng bürcüyəm. Xərçəng bürcü xanımları çox dəyişkən olurlar. Belə deyim, günün əvvəli ilə günün sonu heç vaxt eyni olmur. Tam başqa əhval-ruhiyyə ilə başlayıb, günün sonunda belə deyim, o qara tona yaxın gedə bilirik. Ancaq hal-hazırda deyərdim ki, al əlvandır. Yəni, bu səhəri çox gözəl açmışam. Sizlə də söhbətimiz çox səmimi alınır. Ona görə də bu hal-hazırda bir iş işləsəydim, mən bu rənglərdə çox gözə çarpan belə göy, belə deyim, mavi tonlar istifadə edərdim. Yaradıcılığa təbii ki, yenə qayıdacağam, amma mənə maraqlı gəlir. Dedin ki, qırmızı rəngi sevirsən. Qırmızı rəngi sevən insanlar həm də belə eşitmişəm ki, belə deyirlər ki, həm də diqqət mərkəzində olmağı daha çox sevirlər. Amma belə baxıram, zahirən çox utancaq, çox sakit bir görünüşün var. Yəni, daxilən də mi həqiqətən belə daha sakit, rahatsan, yoxsa daxilində belə deyim də, üsyanlar, təlatümlü bir xanımsan? Düzdür. Zahirən görüntüm daxilimlə də uyuşur deyərdim ki, sakit təbiətliyəm. Ancaq bir o qədər də çılğınam deyərdim ki. Yəni, hər bir, belə deyim, insanın o yaşadığı, belə deyim, həmin günə mi aid deyim, həmin dövrə mi aid deyim, təbii ki, o dəyişir. Zərif xanımları sındırmaq daha asandır deyirlər. Yəni, işlədiyin o rəsm əsərlərdə olduğu şüşələrlə işləyirsən, bilirəm. Yəni, ümumiyyətlə, Gülçün zərifdir, həm də zəifdirmi? Zərif xanımam. Təbii ki, bir xanıma zərifliyi həmişə hər zaman yaraşdırmışam. Qadın, bir xanım nə qədər zərif olarsa, bir o qədər gözəl görsənər. Ancaq zərif olduğum qədər də güclüyəm deyərdim ki. Və məni sındırmaq elə də asan deyil. Səni güclü edən nədir? Xarakterim. Mən düşünürəm ki, xarakter insan doğulanda onun içində, ruhunda olan bir şeydir. Sonradan yaranacaq bir şey deyil. Maraqlıdır, əhval-ruhiyyən olmayanda, belə deyək də, ruh düşkünlüyü olanda daha çox necə neymirsən, onu nə ilə çıxarmağa çalışırsan, musiqini dinləmək, rəsmini çəkmək. Ümumiyyətlə, tez-tezmi olur ruh düşkünlüyü? Ruh düşkünlüyüm tez-tez olur, belə deyim, səmimi danışaq, mən də səmimi cavab vermək istəyirəm. Ruh düşkünlüyüm tez-tez olur, ancaq bunları demək olar ki, heç zaman ətrafıma bildirmirəm, mən sevmirəm. Ümumiyyətlə, güclü xanımam və belə deyim, o gücü də xanıma yaraşdırıram. İstər ümumiyyətlə xanım olsun, bəy olsun, məncə belə deyim, o gücsüzlüyünü kənara göstərməli deyil. İnsan nə yaşayırsa içərisində yaşamalıdır. Çünki bu mənim həyatımdır, bu mənim seçimlərimdir. Təbii ki, bunun mənfisi də, müsbəti də mənimdir. Ona görə də bunu öz içimdə yaşamağa daha çox üstünlük verirəm. Ancaq adətən belə deyim, o
əhval-ruhiyyəm olmayanda, o siz dediyiniz ki, bir dövr ki olur, həmin dövrlərdə çalışıram ki, daha çox əhval-ruhiyyəmi qaldıracaq musiqilər dinləyim. Mən ümumiyyətlə belə deyim, o əhval-ruhiyyəni korlayacaq musiqilər, depressiyaya salacaq, belə deyim, o hallardan hər zaman qaçıram. Çalışıram ki, dimdik ayaq üstə durum. Hansı musiqilər maraqlı gəldi? Musiqilər ümumiyyətlə belə deyim, o dövrlərə baxır. Bir dövr görürsüz ki, bir müğənnini bəyənirəm, sırf onun musiqilərinə qulaq asıram. Ancaq klassik musiqinin öz yeri var, popun öz yeri var. Hər birində belə deyim, o tapdığım dinlərkən mənə yaxın olan bir şeylər olur. Sənlə söhbətləşirəm, amma hərdən bəzən elə gəlir ki, tutalım, Gülçinə hansısa bir suala verə bilərəm, amma xoşu gəlməyə bilər. Yəni, tam belə deyim də, çox ciddi, çox klassik tərzdə olan bir xanım təsiri bağışlayırsan. Ümumiyyətlə, insanlarla necə açılmağı sevirsənmi, baryer saxlamağı xoşlayırsanmı? Məncə baryer lazımdır. İstər bizim belə deyim, illərlə tanıdığımız yaxınlarımız olsun, istərsə iş həyatımızda olsun. Bu hər zaman bizə belə deyim, üstünlük gətirər. Bir addım öndə olarıq öz xarakterimizi qorumaqla. Təbii ki, buna çox önəm verirəm. Və ilk görüşdə belə deyim, o səmimiyyət adı ilə o bir xətt ki var, incə bir cizgi. O cizgini keçəndə insan, qarşımdakı insan hər zaman bunu bildirirəm və o insanlardan da çalışıram ki, uzaq qaçım. Yəni bu sərt formada da ola bilər, bu bildirmə? Bəli, çox olub. Sərt formada da belə deyim, mən ümumiyyətlə biraz fikirlərimi bildirəndə çalışıram ki, hər zaman bəzən qarşımdakını incidə bilərəm, ancaq yeri gələndə kəskin formada sözümü deyə bilirəm. Onun belə deyim, o ortası yoxdur. Belə deyim, mədəni çərçivələr içərisində təbii ki, öz fikrimi açıq-aydın bildirirəm ki, buradan o tərəf olmaz. İnsan sərrafı demək olar sənə, yoxsa? Olar, bəli. Yəni zənni sən aldatdığı vaxt. Demək olar ki, heç vaxt mənim zənnim məni indiyə qədər aldatmayıbdır. Bir insanı ilk gördüyüm anda onun haqqında nə düşünmüşəmsə, belə deyim, həmin dəqiqə nə analiz qoymuşamsa ki, budur bu insan, həqiqətən də sonda da belə çıxır. İnsanları tanımaq, yəni belə deyim, 6-cı hiss sənə bəzən mane olubmu? 6-cı hissimdən hərdən çox bezirəm. Çünki o belə deyim, qarşımdakı insandan mənfi bir enerji alıramsa, o mənim artıq həmin gündə əhval-ruhiyyəmi korlayır və buna görə belə bir şeylərdən çalışıram ki, qaçım. 6-cı hissim çox qüvvətlidir. Məsələn, hər hansı bir pis hadisə olmamışdan öncə mən onu hiss edirəm. Sanki elə bir ki, belə bir şey olacaq. Bu günlərin bu şeylər yaşanacaqmış kimi hissim var içərisində. Ümumiyyətlə, güzəşt eləmək, insanları bağışlamaq, yəni... Bağışlayan insanam. Bir dəfə, 2 dəfə, yoxsa güzəştlər eləyirsən? Ən sərt bəlkə də deyim ki, səhvləri olan insanı belə yeri gəlib bağışlamışam. Ancaq təbii ki, hər şeyin bir limiti var. Çünki o limiti aşdıqda artıq sən özünə olan hörməti itirəcəksən. Çünki o insan daima o sərhəddə aşacaq. Bir dəfə bağışlamaq olar, 2 dəfə də bağışlamaq olar. Ancaq 3-cüdə artıq o sənin öz səhvin olacaqdır. Əgər qarşındakı sənə hörmətsizlik edirsə. Belə deyirlər ki, yəni insanın 100% səmimi olması mümkünsüz bir şeydir. Təbii ki. Biz evdə olduğumuz kimi, ailəmizdə olduğumuz kimi təbii ki, istər dostlarımız arasında olsun, ən yaxın belə olsa, belə deyim, qohumlarımız arasında da olsa, sənətdə də olsa, hansısa bir tədbirdə, bir efirdə də eyni ola bilmərik. Necə ki, hər geyimin deyirlər öz yeri var. Təbii ki, biz tutalım ki, bir yerə istirahət mərkəzinə getmişik. Orada geyindiyimiz geyimi iş tədbirində geyinə bilmərik. Bunun kimi də düşünürəm ki, hər danışığın, hər səmimiyyətin də öz yeri var. Məsələn, bir xanım olaraq sən, məsələn, sirlərin varmı ümumiyyətlə? Maraqlanırsan? Mən deyərdim ki, sirsiz qadın yoxdur. Qadın da bəlkə də gözəlləşdirən onun sirləridir. Onun, belə deyim, qapalı olmasıdır. Bir xanım olaraq bəyəndiyiniz deyirsinizsə əgər, Türkan Şorayı hər zaman çox bəyənmişəm. Onun belə deyim, pərəstişkar olmuşam da deyə bilərəm. Hər zaman onun istər o köhnə, ümumiyyətlə köhnəni belə deyim, çox sevirəm. Retronu çox sevirəm.
onun filmlərində, nə bilim, geyimlər olsun, bir xanım kimi baxışlar olsun, özünü aparması olsun, mən özünə cəlb edibdi, çox bəyəndiyim bir xanımdır. Bəzən olur, yəni xanımlarla bağlı, məsələn, həmişə xanımları biz yüksəklikdə görməyə çalışırıq, amma bəzən olur ki, yəni xanımlar özlərinə dəyər vermirlər, yəni bu da bir mənalı qarşılanmır. Ümumiyyətlə, səncə bir xanım, mükəmməl bir xanım üçün, mükəmməl bir xanım olmaq üçün hansı kriteriyalar mütləq lazımdır? Məncə ümumiyyətlə mükəmməl xanım deyə bir şey yoxdur. Çünki biz dörd-dörtlük ola bilmərik. Mütləq ki, hər birimizin səhvləri var. Mənim də təbii ki, səhvlərim olubdu və bundan sonra da yəqin ki, olacaqdır. Ancaq bizi biz edən məncə elə o səhvlərdir. Təbii ki, o da çərçivələr içərisində bir xanıma yaraşacaq, belə deyim, hərəkətlər var, danışıq var, geyim var. Bunlara hər zaman çalışıram ki, maksimum dərəcədə diqqət göstərim. Nədə özünə qadağalar qoyursan? Varmı? Qadağa qoyduğum, məsələn, deyək ki, dostlar olsun, ətraf olsun, getdiyim hər hansı bir tədbirə olsun. Orada insanlarla səmimiyyətimdə, danışığımda, yeni tanıdığım insanlarla deyək ki, özümə qadağa qoyduğum bir şeylər var ki, bu insanlarla bura qədər səmimi ola bilərsən. Məsələn, geyim dedikdə açıq-saçıq geyimi sevmirəm. Geyimlərdə özümə qoyduğum qadağalar var. Ümumiyyətlə, qadağa, kənardan olan qadağaları heç zaman qəbul etməmişəm. Bunu sevmirəm. Ümumiyyətlə, incəsənət adamına belə deyərdim ki, yad olan bir şeydir. Mənə qadağa qoyulmasını sevməsəm də, ancaq özümə qoyduğum qadağalar var. Məsələn, tutalım ailədə, məsələn, olubmu, tutalım ata deyib ki, tutalım Gülçin, bu olar, bu olmaz, sən düzdür deyirsən, qadağaları sevmirsən. Çərçivələrə belə deyim də, sığışan bir xanımsan. Məncə qadağaları da insan hardasa özü yaradır. İnsan öz-özlüyündə öz geyimini, danışığını, özünü aparmağı bilərsə, istər ailədə olsun, istər ətrafdan hər hansı bir insan olsun, ona o qadağaları qoymayacaqdır. Ümumiyyətlə, atam özü də incəsənət insanı olubdu. Çox gözəl də bir xarakterli bir insan deyərdim ki, yəni mən tək ata kimi yox, onunla bir dost kimiyəm. Və o hər zaman mənə güvənib, hər zaman mənim seçimlərimə belə deyim, dəstək olubdu. Qadağalar qoymayıb. Əksinə mənə lazım gələndə bir dost kimi belə deyim, yanlış və doğru yolu göstərib, ancaq sonda seçimi özümə buraxıbdı. Məncə bütün valideynlər də uşaqlarına bu cür yanaşmalıdır. Çünki qadağalar insanı daha da belə deyim, o pis yola doğru, qadağalara doğru itələyir. Çünki hər zaman o qadağan olunmuş meyvə insana maraqlı gəlir. Maraqlıdır, qarderobda elə bir geyim varmı ki, Gülçin həmişə onu, yəni bu geyimi geymək olmaz, tutalım, biraz açıqdır, biraz dekorativdir, amma çox sevmirsən, almısan, amma hələ də qarderobda qalıb, belə baxırsan ki, keşkə geyinərdim, amma xarakterim var. Hal-hazırda geyindiyim geyimi alanda çox açıq tərəfləri var idi. Bu ki, ümumiyyətlə kotdanı çox bəyənərək almışdım, ancaq çox açıq-saçıqlığı var idi. Bunu apardım, müəyyən parçalar, belə deyim, sevdiyim. Təbii ki, rəssam olduğuma görə istər-istəməz o rənglərdir, dizaynlardır, bunu özüm də verə bilirəm. Və bunu özümə uyğun bir dizaynda hazırlatdım. Özümə uyğun da hal-hazırda geyinə bilirəm. Bəli, olubdu, çox olub belə hallar. Ümumiyyətlə, qarderobda ən çox hansı elementə üstünlük verirsən ki, onlar çoxluq təşkil edir? Ayaqqabı mı deyim, aksesuarlar mı deyim? Çanta. Bir qadının qarderobunda bəlkə də ən çox sevdiyi çantalardan doymuram. Nə qədər daha çox alsam da, hər zaman həm də belə deyim, qeyri-adi, sayca az olan çantalara daha çox üstünlük verirəm. Bəziləri var ki, əşyalarına çox tutqundur, yəni o hətta xarab olsa belə onu atmır. Sənin münasibətin necədir? Ümumiyyətlə, qarderob? Belə geyimlərim var, bəli. Mənim daha çox geyimlərimi korlayan həmişə boyalar olur. Birdən olur ki, tələsik olur. Məsələn, deyək ki, o bir vaxtım olmur sadəcə o geyimi dəyişim başqasına. Əksər geyimimdə kraska var. Bu boyalarla mütləq ki, o geyimi korlamışam. Belə geyimlərim çoxdur, bəli. Ümumiyyətlə, Gülçinə fikirlərini asanlıqla döndərmək mümkündürmü? Xeyr. Və bir də belə biraz inadçı tərəfim var.
bir insan bir şey döndərmək istəsə, bəlkə də o içimdən gəlir. Mən artıq onu anlamışam ki, o yoldan dönüm deyək ki, bunu etməyim. Ancaq sırf onu kimsə məcburən döndərməyə çalışırsa, mən onun əksinə gedirəm. Belə bir xarakterim var. İnatçıyam. Ən zəif nöqtən hansıdır? Ən zəif nöqtə Mübarizə aparmaq istədiyim bir xassiyyət. Keşke bu məndə olmazdı. İnsanlara hərdən özüm kimi yanaşmağım. Bəzən daha tez belə deyim, onu səmimi qəbul edirəm, özümə yaxın qəbul edirəm və sonra anlayıram ki, yox, elə ilk düşüncəm düz imiş. Ümumiyyətlə ilk nə düşünürəmsə o insan haqqında düz imiş, lazım deyilmiş bu qədər. Rəssamlıq həm də gözəllik yaradandır. Ümumiyyətlə insanlarda necə vizual görkəm sənin üçün çoxmu? Sürətpərəstsənmi, belə deyim? Bəli, çox sürətpərəstəm. İstər xanım olsun, istər bəy olsun. Ümumiyyətlə gözəl görünüşü sevən insanam. Mənim hərdən ümumiyyətlə öncələr bir 2 ilə yaxın emalatxanam olub İçəri şəhərdə, həm də mağazam olubdu orada. Mən orada məsələn gələn turistlərlə təbii ki olurdu. Hərdən bəziləri ilə çox səmimi olurduq, otururduq, belə deyim, çay içirdik, söhbətləşirdik, işlərimdən məsələn öz ölkələrinə aparırdılar. Hərdən eləsi olurdu ki, görünüşü o qədər çox xoşuma gəlirdi ki, gedəndə ona çox dəyər verdiyim bir əl işimə hədiyyə edirdim. Belə hallar da olur. Sırf görünüşü üçün. Ümumiyyətlə incəsənət insanları bir insanın həm vizual o görünüşü deyək ki, onun içərisinə daxildir bir geyimi, özünü aparması, mimikaları, danışığı, bunlara çox önəm veririk. Mən sənə sevgidən sual verməsəm, bəlkə də mənə tamaşaçılar qınayacaq ki, belə bir gözəl, gənc xanım, istedadlı xanım sevgi barədə niyə soruşmadı ona? Ümumiyyətlə sənin anlamında nədir sevgi? Yəni, bəzən də deyirlər ki, bu suala cavab da verərsən, bəzən də deyirlər ki, müasir gənclər deyirlər ki, indi Leyli Məcnunun sevgisi yoxdur. Yəni, əsl sevgilər yoxdur indi, belə də deyirlər. Deməzdim. Sevgi nədir sənin anlamında? Sevginin məncə dövrü olmaz. Hər bir dövrdə sevgi, Leyli Məcnun sevgisi o dövr üçün olubsa, bugünkü gündə mən düşünürəm ki, belə sevgilər var. Sevgiyə inanan insanam və düşünürəm ki, hər bir xanım və ya bəy ailə qurduqda bir insanla belə deyim, ömrünün sonuna qədər gedəcəyini düşünəndə bunu mütləq sevgi üzərində qurmalıdır. Sırf nəyinsə xatirinə ailə qurum, tək qalmayım, deyək ki, nə bilim, övladlar olsun. Bunun xatirinə qurulan ailələrin sonu inanmıram ki, sona qədər gedir. Mənim üçün sevgi həyatda çox önəmlidir və sevgi bir anda yaranan bir şey deyil. Bir baxışda ola bilərsən, o insanı bəyənə bilərsən. Ancaq müddət keçdikcə sən o insanı artıq sevirsən. Sən o insanın istər özünə aparması, sənə davranışı, xarakteri, gözəl danışığı, hər bir belə deyim o düzdür. İlk görünüşdə biz dediyim kimi vizual görünüş önəmlidir. İlk görüşdən o sənin xoşuna gələ bilər, bəyənə bilərsən. Ancaq bir dövr sonra onunla danışdıqca, vaxt keçirdikcə, zaman, belə deyim, zamanla o qədər ki, o yaşadığımız, yaşananlar üst-üstə yığılır və artıq bu sevgi deməkdir. Amma bəzən bugün gəncləri, xüsusən də müasir oğlanları daha çox tənqid edirlər ki, yəni bugünkü müasir oğlanlarda sevgi hissləri ötəridir, zəifdir. Mən də bu tənqidlərlə razılaşırsam gənc olaraq. Bir gənc olaraq deyim ki, məncə bu cinsiyyətlə bağlı olan bir şey deyil. İstər xanımlarda olsun, istərsə də bəylərdə olsun. Sevgini düzdür, bugünkü gün biraz ucuzlaşdırıblar. Bir başqa cür yanaşırlar. Bu sevgiyə artıq belə deyim, o maddiyyat daxil olduqda, sevgiyə başqa bir şeylər daxil olduqda təbii ki, sevginin o saflığı gedəcəkdir. Sevgi saf olmalıdır. Qarşındakindən bir şey gözləmədən olmalıdır. Hər bir baxımından. Sadəcə o insanın özünü istəməlisən. O insanla bir ömür yolu getmək istəməlisən. Və sevgini belə deyək, bəylər deməzdim ki, sevmir. Bəylər də məncə çox sevə bilər. Sadəcə o qarşısındakı xanımdan asılıdır. Həm də belə deyim, hər bir insanın məncə öz yarı var və o zamanı gəldikdə o da sevəcəkdir və o da belə deyim, o insana bağlı olacaqdır. Xəyanət eləməz düşünürəm ki.
Bütün xanımların, yəni ki, bağışlamadığı sevgidə bir şey var ki, o da xəyanət. Bəli, xəyanət. Xəyanət istər qadın eləsin, istər kişi eləsin, məncə xəyanətin cinsiyyəti olmaz. Xəyanət xəyanətdir və bağışlamaq olmaz. Bir mənalı şəkildə bağışlamaq olmaz. Çünki deyək ki, bir xanım özünə həsr eləyir o insana, müəyyən qədər belə deyim, iş həyatından, müəyyən qədər başqa bir işlərindən, bir çox şeylərdən özünü qurban verir. O deyək ki, ailə qurubsa ailəsinə və kişinin də haqqı yoxdur ki, belə bir qadına, belə deyim, baş tacı oluna biləcək qadına belə bir hərəkət etsin və ya eyni zamanda da ola bilər ki, xəyanəti qadın edir. Belə bir şey ola bilməz, düzgün baxmıram. Bir gənc olaraq düşünürsən, məsələn, bu gün boşanmaların da sayı xeyli artıb. Təbii ki, sənin o təcrübən yoxdur, ailə təcrübəsi. Amma bir gənc xanım olaraq düşünürsən, məsələn, səncə bu gün sevgini nə bitirə bilir? Və bu gün nədən ailələr daha çox boşanmaların sayı daha çoxdur? Səncə burada dözümsüzlük mü rol oynayır, yoxsa yəni öz düşüncələrindən, müşahidələrindən nə düşünürsən? Məncə daha çox, ümumiyyətlə bunların hər birinin təməlində məncə savad, dünya görüşü bunlar dayanır. Valideynlər məncə öz övladlarına həyatın ailədən ibarət olmadığını, ailə qurmaqdan ibarət yəni olmadığını bildirərsə, həyatda bir xanım və ya bir bəy üçün ən önəmlisi olanı özünü tapmağıdır. Öz sənətində və ya hər hansı bir, belə deyim, düzdür, %100 belə bir şey yoxdur ki, hər kəs universitet bitirməlidir, təhsil almalıdır. Kimlərinsə, deyək ki, hansısa bir şərtlərə görə belə bir imkanı olmayıbdır. Ancaq yenə də bugünkü gün elə bir dövrdə yaşayırıq ki, internet vasitəsilə özümüzü çox gəlişdirə bilərik, çox önə apara bilərik, çox şeylər öyrənə bilərik. Məncə, insan daha çox özünə vaxt ayırmalıdır. Bu halda artıq özünü taparsa, qarşısındakı insanla da təbii ki, yola gedər və o ailə dözümlü olar. Gülçinə görə bir sevgini nə bitirə bilər? Xəyanət. Başqa? Ancaq bu bitirə bilər məncə və bir də təbii ki, qarşısındakı insanın hörmətsizliyi, sevgi bitə bilər bəlkə də bir dövrdən sonra, adiləşə bilər. Ancaq hörmət qalmalıdır. Ən əsas ailədə də, sevgidə də hörmətdir. Ağıllı qadın yoxsa gözəl qadın? Ağıllı qadın. Ağıllı qadın gözəl görsənməyi də bacaracaqdır. Ümumiyyətlə deyərdim ki, çirkin qadın yoxdur. Sadəcə geyinməyi, belə deyim, bəzənməyi, özünə baxmağı unudan qadın var. Səncə bir qadını dəyərli edən nədir? Dəyərli edən onu öz xarakteri, öz duruşu. Hər bir qadının özünün məxsus bir duruşu olmalıdır. Bu onun öz şəxsi həyatında da, iş həyatında da özünü göstərəcəkdir. Özgüvən hissinin zəifliyi bu gün daha çox hiss olunur xanımlarda. Özgüvən məncə ailədən gəlir. Belə deyim, ailədə uşaq vaxtından o uşağı əgər sıxışdırıblarsa, sən bacarmarsan, etmərsən, bu kimi hallar olarsa, getdikcə təbii ki, o insan o uşaqlıqdan özgüvənsiz böyüyəcəkdir. Ancaq bir insanın özünü, belə deyim, dərk etməsi, onun nə qədər ki, özünə biraz öncə dediyim kimi vaxt ayıracaqdır. Özünü çalışacaqdır ki, istər təhsil barədə, istər hər tərəfli özünü nə qədər ki gəlişdirəcəkdir, bir o qədər də özgüvənli olacaqdır. Biz təbii ki, bilmədiyimiz bir şeyi də tutalım ki, hər hansı bir yerə getmişik, anlayışımız olmayan bir məkandayıq və ya anlayışımız olmayan bir tədbirdəyik. Təbii ki, orada nə qədər özgüvənli olsaq da, bilmədiyimiz üçün özümüzü narahat hiss edəcəyik. Ancaq bildikcə, insan nə qədər çox bilərsə, məncə bir o qədər özgüvənli olacaq. Səni nə kövrəldir, nə ağlada bilər? Asandır ümumiyyətlə Gülçinə ağlatmaq? Xeyr. Zəif qadın deyiləm çünki, ancaq ağlasam da bunu heç vaxt bildirən deyiləm. Nə yaşayıramsa, öz içərimdə belə deyim, yaşayıram, onu üzə göstərən deyiləm. Sonuncu dəfə nə vaxt belə deyim, hönkür bağlansan? Biraz çətin sual oldu. İşlərimdə və həm də belə deyim, bəzi şəxsi həyatımda çətinliklər olanda bəli, hər şey belə deyim, olur, bir dövr üst-üstə gəlir, yığılır. Çünki belə deyim, bir qab düşünək,
il boyu damcı dolur. İçərimizə atırıq o şeyləri. Çalışırıq ki, ətrafa bildirməyək. Biraz öncə söylədiyim kimi güclü görsənək. Nə qədər hər bir insanın həyatında çətinlik olur. Bu nə maddiyyatla bağlıdır, nə heç bir şeylə bağlı olan bir şey deyil. Sadəcə o qabın o dolma müddəti var. O dolduqdan sonra artıq bir səbəbə görə yox, bir neçə səbəbdən olubdu. Sonuncu dəfə gördüyün bir acınacaqlı bir mənzərə, oxuduğun bir kitab, insan canlı olaraq hansı olub? Getdiyin yerdə mi deyim, gördüyün hardasa bir qarşılaşdığın bir mənzərə mi deyim? Ən acısı itkim olubdu. Bu mənə çox təsir edibdi. Valideyn itkisi. Ən acısı bunu yaşamışam və uzun müddət belə deyim o gözümün qarşısından getmir bu mənzərə. Bunun acısı olub bəli. Yıxılmısan və səni nə qaldırıb? Ayaq üstə saxlayan nə olub? Məni qaldıran sənətim olubdu. Düzdür, uşaq vaxtından hər zaman çəkmişəm, marağım olub rəssamlığa. Ancaq o itkidən sonra ilk dəfə mən vitrajı tanıdım və özümü tam olaraq ona verdim və bugünkü gün mən düşünməzdim ki, mənim işlərim bu qədər, belə deyim, o düşündüyüm kimi alınar. Mən daha çox buna həvəskar başlamışdım. Ancaq artıq düşünmədiyim, belə deyim, yerlərə gəlmişəm. Hansı ki, mən bunu iş kimi görmürdüm. Sadəcə o dövr o çətinlikdən çıxmaq üçün bir vasitə görmüşdüm. Hədəfin nədir Gülçin? Bax, bu rəssamlıqda hədəfin nədir? Hədəfim bir nömrəli vitraj rəssamı olmaqdır təbii ki. Ən gözəl işləri yaratmaq və nəinki Azərbaycanda, Azərbaycandan kənarda, xarici ölkələrdə Azərbaycanı təmsil etmək. Hər zaman Azərbaycanı belə deyim, mən düşünürəm ki, ölkəmizi ümumiyyətlə gənclər təmsil edəcəkdir hər zaman. Biri idman sahəsində ola bilər, biri müğənniliklə ola bilər. Mən də bir rəssam kimi Azərbaycanımızı dünyamızda təmsil etmək istəyirəm. Sevdiyin bir naxış varmı, xüsusi naxış və hər zaman ona qayıdırsan? Sevdiyim naxış, ümumiyyətlə mən özüm də Qarabağlıyam və Qarabağ mövzusunu çox sevirəm. Bu mövzuda işləməyi, məsələn, Xarı Bülbüllə bağlı işim var. Hal-hazırda Xurşidbanu Natəvanla işləyirəm. Çox gözəl, maraqlı bir iş ortalığa çıxaracağam. Onun üzərində çalışıram. Məsələn, Qarabağ atı bununla bağlı yeni işlərimi deyim ki, yəni bu mövzularda işləyəcəm. Bunlar olacaqdır. Şuşa. Təbii ki, hər bir beyin məhsulu deyim, əl işimi deyim. Bunlar eyni zamanda həm ruhun tələbatı ödənməklə bərabər, eyni zamanda həm də o maddi bir həvəs də olur da insanda. Bax, bu əsərlərini ümumiyyətlə satışa çıxarırsanmı? Necədir ümumiyyətlə bu sənətə münasibət necədir? Alıcılıq qabiliyyəti necədir? Satırsanmı ümumiyyətlə? Bəli, alıcılıq qabiliyyəti belə deyim, o ilk bu işə başladığım dövrdə heç vaxt ağlıma gətirə bilməzdim ki, bu qədər maraq olar və bu qədər dəyər verirlər. İçimdə düzdür, hər zaman özümə qarşı bir inamım olubdu. Gördüyüm işə qarşı bir inamım olubdu. Ancaq istər-istəməz insan bir dövr dayanır və arxaya baxır ki, mən nələri keçmişəm. Bu mənim ağlıma gələ bilərdimi ki, bu qədər maraq olacaqdı və hər zaman da müştərilər aldıqdan sonra çalışıram. Müştəri ya özü görürsüz, əlaqə saxlayır ki, çox sağ olun, təşəkkür edirəm. Məsələn, mən bu cür xəyalıma gətirə bilməzdim səliqəli olmasını. Bu mənə daha çox ruh yüksəkliyi verir və ya özüm hərdən əlaqə saxlayıram ki, bəyəndinizmi, tam ürəyinizcə oldumu? Bu mənim üçün belə deyim, bir dünyadır. Həmin günüm mənim əhval-ruhiyyəm çox gözəl keçir. Təbii ki, əvəzi yoxdur. Bəli, yəni zəhməti. Maddiyyatdan daha çox o mənəvi aldığım ki, belə deyim, müsbət bir aura, müsbət enerji ki var, o əhval-ruhiyyəmi qaldırır. Olubmu hansısa bir əsərini çox sevmirsən, amma onu kiməsə alıblar, belə deyim də. Amma bir əlin gəlməyib firməyə. Belə bir hal yaşanmır. Ümumiyyətlə hər bir işim doğmadır. Ən çox da o ilk ki yaratdığım iş olur, ilk dizayn və sonradan artıq onun belə deyim kopyalarını başlayıram işləməyə. O ilki vermək daha çətin olur. Çünki ilkin üstündə o qədər əsirsən ki, bir həftə, 10 gün olur, bir ay o dizayn ortaya çıxaracağın günə qədər və bir müddət belə deyim, hər emalatxanaya girib çıxdıqca birinci gedib onun qarşısında durub baxıram o işə. Belə deyim, o işə vuruluram. O tam ürəyimcə çünki olur. Ona vermək çətin olur. Sənin üçün bu rəssamlıqda
Məsələn, Gülçin arzusu nədir ki, tutalım ki, mən o rəsmi mütləq çəkməliyəm. Amma hələ onu çəkə bilmirsən, hazır deyil o. Yəni beynində düşündüyün, ürəyində düşündüyün, amma hələ reallaşmayan bir rəsm. O nədir? Varmı elə bir şey? Ümumiyyətlə rəssamların hər zaman arzusu onun sərgilərinin olmasıdır. İstər məsələn bugünkü gün istər ölkəmizdə olsun, istər ölkədən xaricdə olsun. Mən bu günə qədər sərgilər edə bilərdim, ancaq heç vaxt öz fərdi sərgimi etməmişəm. Çünki düşünmüşəm ki, hələ ki buna hazır deyiləm. O belə deyim, sərgiyə gələn insanlar həqiqətən də heyrətə düşməlidirlər. O baxışlardan onu anlamalıyam. Hələ tam hazır olmadığıma görə, məsələn, o istək var. Bir gün fərdi sərgimi edəcəm və o sərgidə sırf işlərimi bəyənən insanlar gəlsin. Onlar həqiqətən də işlərimə baxıb vurulsunlar ki, necə gözəl işlər yaradırlar. Biz daha çox hər zaman hər bir şeydə xaricə baxırıq ki, məsələn, filan ölkədə bu işi yaradıblar. Bizdə niyə olmasın? Məncə Azərbaycanımızda çox gözəl istedadlı gənclər var və hər birimiz öz üzərimizdə nə qədər çalışsaq, bir o qədər deyərdim ki, azdır. Yəni mənim üçün o pik nöqtə yoxdur. Mən çox istəyərdim ki, baxıram ki, evdə yerləşdirilib. Yəni bu emalat, bu əsərlərin evdə toplanıb. Yəni təbii ki, çox adam, mən məsələn istəyərdim ki, mən də mütəmadi gəlim, baxım, böyük bir zövq alıram da, təbii ki. Amma bəs bunları görmək istəyən insanlar var ki, yəni bura gəlib təbii ki, evdə bilmirəm nə dərəcədə baxırlarmı, yoxsa bir emalatxana barədə düşünürsənmi, yəni bunların bir hardasa bir necə deyim, yerləşdirilməsinə var. Dediyim kimi, daha öncə İçəri şəhərdə belə bir yerim var idi. Gəlib canlı orada baxırdılar. Daha çox düzdür, turistlər maraq göstərirdi. Ancaq sonradan Instagram üzərində daha çox çalışdım. Instagram üzərindən belə deyim, işlərimi sərgiləməyə başladım və həmin dövrlərdə də artıq emalatxanamı evə köçürmüşdüm və deyərdim ki, bura gələn müştərilər də az deyil. Bəzi müştərilər çünki canlı görmək istəyir. Elə müştərilər var ki, korporativ zakazlar belə deyim, sifarişlər daha doğrusu vermək istəyir. Bir işdən deyək ki, bir neçə ədəd, 20 ədəd olsun, 30 ədəd olsun öz özəl şirkətlərinə və ya dövlət qurumları olsun. Bunlar təbii ki, canlı görməyə üstünlük verirlər və öz fikirlərini deyirlər. Əl işlərində belə deyim, öz şirkətlərim olsun, öz qurumlarına uyğun bir iş çıxarmaq üçün bu halda gəlirlər, yerində baxırlar, bəyənirlər. Sosial şəbəkələrə münasibət necədir? Fəalsanmı və ən çox səni nə qıcıqlandırır sosial şəbəkələrdə? Sosial şəbəkələrə münasibətim həm müsbət, həm mənfi tərəfləri var. Müsbət ona görə ki, biz məsələn deyək ki, öz işimizdə bu bizə çox yarayır. Mən rəssam kimi məsələn öz işimi Instagram üzərindən daha çox sərgiləyirəm. Facebook üzərindən də var, başqa platformalardan da istifadə edirəm. Ancaq belə deyim, işimə yarayan Instagram üzərindəndir. Ancaq mənfi tərəfləri odur ki, insanlar belə deyim, istər o kompüter arxasında, istər telefon arxasında olarkən qarşısındakını tanımadan ona qarşı belə deyim, bəzən təhqiramiz ifadələr işlədirlər və ya o insanın hər hansı bir sərt reaksiya bildirərək o insanın günlük bəlkə də əhval-ruhiyyəsini korlaya bilərlər. Bu şeylərə məncə kaş ki belə deyim, o dövlət tərəfindən qadağan qoyula bilsəydi, çox gözəl olardı. Ən mənfi tərəfi budur. Rəy bölməsini açıq saxlayırsan? Necə? Həmişə rəy bölməsini açıq saxlayırsan? İş səhifəmdə bəli, rəy bölməm açıqdır. Şəxsi səhifəm bağlıdır. Yalnız tanıdığım insanları qəbul edirəm. Mənfi rəyləri silirsən? Mənfi rəylər bu günə qədər bir dəfə olubdu. Bir xanım yazmışdı. Sərt də reaksiya bildirdim. Çünki yazdı, sildim, bir daha yazdı və belə deyim. O da bir rəssam xanım idi. Belə bir hal yaşanıb, bəli. Yazdı, sildin. Ümumiyyətlə silmək leksikonunda varmı? Bir insanı bir dəfəlik silmək. Olur, bəli. Hansı halda olur? O insanı belə deyim, 1-2 dəfə bağışlamışam və görmüşəm ki, o insan o səhvləri etməyə davam edir. Hörmətsizliyinə görə bir dəfəlik silmişəm. Kəsib atmışam. Özün kaprizli xanım sayırsan?
Bir o qədər yox. Əslində bir insana belə deyim, bir neçə dəfə o səhvlərini də keçməyə bacarıram. Onun əhval-ruhiyyəsinə görə belə deyim, hər hansı bir sərt danışıq olubsa, onu da yumşaq. O belə deyir, biri o da olanda biri su olar. Su olmağı bacaran insanam. Belə deyirlər ki, rəssamlar həm də şair təbiətdə olurlar. Mən çox istəyərdim ki, maraqlıdır mənə ümumiyyətlə Gülçinin sevdiyi şairlər, oxuduğu, sevdiyi şeirlər. Şeirlərdən daha çox aforizmləri sevirəm. Qarşıma çıxan aforizmləri özüm üçün qeyd edirəm. Hər zaman şəkillər falan paylaşanda altında yazıram və hərdən özüm də belə deyim, cızma-qara elədiyim yazılarım olur. Təbii ki, üzə çıxarmıram, onu özüm üçün saxlayıram. Çünki düşünürəm ki, yazarlardan ayıb olar belə bir şeylər üzə çıxan. Bunlar sadəcə həvəskar olaraq özüm üçün, öz iç dünyamdan irəli gələn bir şeylərdir. Bax, bu gün iç dünya yekun olaraq, məsələn, bu biz söhbətləşdik, müəyyən bir ovqat yarandı. Necə təəssürat yarandı bu müsahibə səndə? Nə gözləyirdin, necə gözləyirdin, hansı suallar gözləyirdin, vermədik? Yaxud hansı, ən çox bəyəndiyin sual hansı oldu? Ümumiyyətlə deyərdim ki, Cəvahir xanım, öncəliklə sizə təşəkkürümü bildirirəm. Sizi tanımaq xoş oldu. Sizin kimi bir xanımı düşünürəm. Bundan sonra hər zaman sizinlə əlaqəmiz olar. Qarşılıqlı oldu. Təşəkkür edirəm. Məncə hər bir sualı yerində verdiniz. Deyərdim, müsahibə boyu verilən suallar hər biri mənim üçün çox xoş oldu. Və deyərdim ki, elə bir sual qalmadı ki, onu deyim ki, bunu versəz daha yaxşı olardı. Yəni əhval-ruhiyyəniz? Əhval-ruhiyyəm çox yaxşıdır. Səhərdən belə deyim, o düşündüyüm, insan, mən biraz öncə demişdim ki, o hiss eləyirəm. Səhərdən o ki, necə ki, pozitiv hiss var idi və sizlə hətta telefonla əlaqə saxlayanda ki, bir hiss var idi. Həmin hiss hələ də var və deyərdim ki, daha artıqlaması ilə. Mənə də bizə də çox xoş oldu və istəyərdim yekun olaraq sənin o aforizm ki, deyirsən, xoşlayıram aforizmlər, özünün də varı. İstəyərdim birini deyərdi, səsləndirər. Füturxanın belə bir aforizmi var, bunu çox bəyənirəm. Ən böyük iradə özünü yenidən yaratmaq əzmindən təzahür edir. Bunu çox bəyənirəm. Məncə hər bir insan özünü yenidən sıfırdan yarada bilər.